Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala karşıdan gelen günlerinizi hayrın eylesin. Ne İslami arzularınız var, Allah Teala öz dergahında kabul eylesin. İleride size demiştim de bugün inşallah istəyirəm size bir qədər namaz bəhsindən danışım. Namaz qılınmağın qaydası. Bilirsiniz ki, namazdan qabaq azan verilir. Ona görə də mən əvvəl sizə azan verməyin qaydasını deyim. Dalısıca inşallah sübh namazı haqqında danışacağım. Əvvəl namaza başlamazdan qabaq azan və iqamə demək müstəhəbbidir. Müstəhəbbi odur ki, yəni yaxşıdır, bəyənilir ki, yəni azan və iqamə deyəsən. Əslində azan sözünün mənası namazın vaxtını bildirməkdir və ya namaza çağırış deməkdir. İqamə isə namaza başlamağa deyərlər. Müstəhəbbi o deməkdir ki, onu etmək savabdır. O əməli etməsən amma günahı yoxdur. Azan və iqamə namaza daxil olmayan əməldir. Yəni namazdan ayrı bir şeydir. Lakin namazdan qabaq onları demək təkidlə tapşırılıbdır. Əvvəl azan deyilir. Onun qaydası belədir. Üzü qibləyə durandan sonra bu sözləri deyirsən. Ən birinci dəfə Allahu Əkbər 4 dəfə. Mənası belədir. Yəni Allah onu vəsf edilməkdən də çox böyükdür. Əşhədü Allah ilahə illallah 2 dəfə deyirsən. Yəni şəhadət verirəm ki, yeganə və misilsiz olan Allah Teala'dan başqa ayrı bir məbud yoxdur. Əşhədü ənnə Muhammədən Rəsulullah. Yəni bunu da 2 dəfə deyirsən. Yəni şəhadət verirəm ki, Hazreti Muhammed İbni Abdullah sallallahu aleyhi ve alihi ve sellem Allah'ın peygambəri ve elçisidir. Əşhədü ənə əmirəl müminən əliyyən vəliyullah 1 dəfə. Yəni şəhadət verirəm ki, Hazreti Əli əleyhissalam möminlərin əmiri, Allah Teala'nın bütün məxluqatı içərisində vəlisi və dostudur. Həyyə ələ səlah 2 dəfə, yəni namaza tələsin. Həyyə ələl fəlah 2 dəfə, yəni nicat tapmaq üçün tələsin. Əslində namaz nicat tapmaqdır da, namaz olmayan insan 100% əmin olsun ki, yeri cəhənnəmdir. Amma namaz qıldığın elə bil ki, nicat tapacaqsan. Həyyə əla xeyrəl əməl 2 dəfə. Yəni işlərin ən yaxşısı olan namaz üçün tələsin. Allahu Əkbər 2 dəfə. Yəni Allah Teala onu vəsf etdiklərindən də çox böyükdür. La ilahə illallah yenə də 2 dəfə. Yəni yeganə və misilsiz olan Allahdan başqa bir məbud yoxdur. Bura qədər namazın azanıdır. İndi namazın azanını verəndən sonra elə bir gəlib dururuq üzü qibləyə namaza, başlayırıq sübh namazına. Azanı dedikdən sonra üzü qibləyə namaza durub iqaməni deməyə, yəni bir növ namaza başlayırıq. Yaxşı olar ki, əvvəl 2 dəfə, yəni müstəhəbbidir də bu. Əstəğfirullahə Rəbbi və ətubu iləyh deyək.
Bunun da mənası belədir. Yəni bağışlanmaq və məğfirət tələb edirəm o Allahdan ki, mənə pərvəriş verəndir və mən onun tərəfinə qayıdıram. Sonra yenə də 2 dəfə Allahu Əkbər. Yəni Allah onu vəsf etdiklərindən də çox böyükdür. Əşhədü ən la ilahə illallah 2 dəfə. Yəni şəhadət verirəm ki, yeganə və misilsiz olan Allahdan başqa ayrı bir məbud yoxdur. Əşhədü ənnə Muhammədən Rəsulullah 2 dəfə. Yəni şəhadət verirəm ki, Həzrəti Muhammed İbni Əbdullah sallallahu aleyhi və alihi və səlləm Allahın peyğəmbəri və elçisidir. Əşhədü ənnə əmirəl müminə əliyyən vəliyullah 1 dəfə. Yəni şəhadət verirəm ki, Həzrəti Əli əleyhissalam möminlərin əmiri, Allahın bütün məxluqatları içərisində vəlisi və dostudur. Yəni bunları hələ ayaq üstə qibləyə durub deyirsən də, həyyə ələs-səlah 2 dəfə, həyyə ələs-səlah, həyyə ələs-səlah 2 dəfə, yəni namaza tələsin. Həyyə ələl-fəlah, həyyə ələl-fəlah oldu 2 dəfə. Yəni nicat tapmaq üçün tələsin. Həyyə ələ xərləməl 2 dəfə. Yəni belə deyəcəksiniz də, həyyə ələ xərləməli, həyyə ələ xərləməl. Bu oldu 2 dəfə. Yəni işlərin ən yaxşısı olan namaz üçün tələsin. Qəd qamət-səlatu, qəd qamət-səlah 2 dəfə. Yəni həqiqətən 2 dəfə deyəndə elə qəd qamət-səlatu, qəd qamət-səlah. Bu oldu 2 dəfə. 2 dəfə. Yəni həqiqətən namaz bərqərar olub. Allahu Əkbər yenə də 2 dəfə. Yəni Allah Teala onu vəsf etdiklərindən də çox böyükdür. La ilahə illallah 1 dəfə. Yəni yeganə və misilsiz olan Allah Teala'dan başqa ayrı bir məbud yoxdur. Bundan sonra namaz başlanır. Bura qədər elə bil iqamə sayılır. Əsl namaz yəni buradan başlanır. Azan və iqaməni qurtarandan sonra 2 elə ayaq üstə durduğun halətdə üzü qibləyə durubsan, qəlbində niyyət edirsən ki, məsələn, filan namazı qılıram, vacib qürbətən ilallah. Filan sözünün yerinə, məsələn, belə deyəcəksən, 2 rəkət sübh namazı qılıram, vacib qürbətən ilallah. 2 rəkət ona görə deyilir ki, yəni sübh namazı 2 rəkət olur. Zöhr namazı 4 rəkət olur. Zöhrü qılanda deyəcəksən, 4 rəkət zöhr namazı qılıram. Vacib qürbətən ilallah. Zöhr namazından sonra gəlir əsr namazı. Deyəcəksən, o da 4 rəkət, 4 rəkət. Əsr namazı qılıram, vacib qürbətən ilallah. Şam namazı 3 rəkət olur. Deyəcəksən, 3 rəkət. Şam namazı qılıram, vacib qürbətən ilallah. Sonra da xiftə olur, xiftəyə işa da deyirlər. Deyəcəksən, o 4 rəkət olur. 4 rəkət xiftə namazı qılıram, vacib qürbətən ilallah. Sonra 2 əllərini qulaqlarının bərabərinə apararaq deyəcəksən, Allahu Əkbər, əlin içi səmtinə tərəf olur. Allahu Əkbər, burada Allahu Əkbər demək, yəni vacibdir və buna təkbirətül ehram deyilir. Müstəhəbbidir ki, yəni yaxşıdır. Bəyənilir ki, bu təkbirətül ehramı, yəni Allahu Əkbər sözünü deməmişdən qabaq, bu bəyənilən sözləri, yəni müstəhəbbi olan sözləri duanı oxuyasınız. Düzdür, mən heç bunu oxumuram, amma bir söz, öyrənə bir söz, oxusuz lap əla olar. Həmən sözü mən burada yazmışam, zehinli insanlar öyrənib desin. İndi mənasını da deyəcəyəm, ərəbi sözü də deyirəm. Ya muhsinu qəd ətəkəl musi'u və qəd əmərtəl muhsinu ən yətəcavəzə ənil musi'u əntəl muhsinu və ənəl musi'u
bihaqqi Muhammedin ve ali Muhammedin salli ala Muhammedin ve ali Muhammedin ve tecavüz en gabihi ma te'alemu minni. Yani ey bendelerine ihsan eden Allah, senin bu günahkar benden senin dergahına, yani kapına gelmiştir. Sen de ihsan edene emir etmişsen ki, günahkarın günahından keçsin. Sen ihsan eden, mən isə günahkaram. Səni and verirəm Muhammed və ali Muhammedin hürmətinə və öz rəhmətini Muhammed və ali Muhammedə göndər və onlara xatir mənim pis əməllərimdən keç. Sonra Allahu Ekber ki dediyiz, deyəndə yenə də əlləri qulaq bərabərinə aparırsan və yenidən aşağı əllərini buraxırsan. Sonra fasilə vermədən qəraəti oxuyursan, yəni Fatihə surəsini oxuyursan. Həmən müstəbi sözü də deməsiz olar. Elə dediniz ki, Allahu Ekber, əli salladın, başlayırsan həm surəni oxumaya. Belə başlayırsan, Əuzu billahi minəşşeytanirracim. Yəni pənah aparıram Allaha, Allah dərgahından daşlanaraq qovulan şeytanın şər və hilələrindən. Bismillahirrahmanirrahim. Yəni başlayıram dünyada həm müminə, həm də kafirə, ahirətdə isə yalnız möminə rəhm edən Allahın adı ilə. Elhamdülillahi Rabbil alemin. Yəni həmd və səna yalnız o Allaha məxsusdur ki, bütün mövcudatı və aləmləri tərbiyə edəndir. Ər-Rəhmanir-Rahim. Yəni dünyada həm müminə və həm də kafirə, ahirətdə isə yalnız möminə rəhm edəndir. Maliki yevmiddin. Yəni o Allah qiyamət gününün padişahı və ixtiyar sahibidir. İyyəkə nə'budu və iyyəkə nəstəğin. Yəni yalnız sənə ibadət edir və yalnız səndən kömək istəyirik. İhdinəs sıratəl müstəqim. Yəni bizi İslam dinindən ibarət olan doğru yola hidayət et. Sıratəl-ləzinə ənğamtə aləyhim. Yəni o kəslərin yoluna hidayət et ki, onlara nemət vermisən və onlar peyğəmbərlər və onların canişinləridirlər. Qayril məğzubi aləyhim vələzzallin. Yəni o kəslərin yoluna hidayət etmə ki, onlara qəzəb etmisən və onların yoluna yox ki, yollarından azıblar. Burada müstəhəbbidir ki, deyəsən, Elhamdülillahi Rabbil alemin. Yəni həmd və səna yalnız o Allaha məxsusdur ki, bütün mövcudatı, aləmləri tərbiyə edəndir. Burada namazın birinci rəkəti olduğu üçün yaxşı olar ki, həmd surədən sonra Qədir surəsini oxuyaq. Yəni İxlas surəsini də, yəni İxlas surəsinə Qulhuvallah da deyirlər, Tohid də deyirlər, onu da oxuya bilərik. Amma bəyənilir ki, birinci deməli rəkətdə Qədir surəsini oxuyaq. Qədir surəsinin əvəzində Tohid surəsini də oxuya bilərik. İndi əvvəl Qədir surəsinin həm ərəbcə və həm də tərcüməsini deyim. İkinci rəkətdə isə Tohid surəsinin tərcüməsini deyərəm. Bismillahirrahmanirrahim. İrəlidə Bismillahın tərcüməsini dedim də təkrar daha etmirəm. İnna ənzəlnahu fi leylətil qədir. Yəni biz onu, yəni Qur'anı Qədir gecəsində nazil etdik. Və ma ədrakə ma leylətul qədir. Yəni sən haradan bilirsən Qədir gecəsi nədir? Leylətul qədri xayrun min əlfi şəhr. Yəni Qədir gecəsi 1000 aydan xeyirlidir. 1000 ayda təxminən 83 il edir.
Yani o bir gecede ettiğin ibadetin sevabı 83 il ardıcıl dayanmadan olunan ibadetten üstündür. Hele bil 83 il muharebe etmişsen, əynində müharibə paltarları və silahları dayanmadan, fasilə vermədən əynindən o paltar və silahları düşmənlərə görə çıxartmamışsan. Tənəzzəlül mələikətü və ruhu fiha bi'izni Rabbihim min kulli əmr. Yəni o gecə Rəbbinin izni ilə mələklər və ruh hər bir işə görə və ya hər bir işi öncədən təyin etmək üçün yerə inərlər. Bəzi xəbərlərə görə insanların talih yazıları da Qədir gecəsində yazılır. Ta gələn Qədir gecəsinə qədər. Selamun hiya hatta mətləil fəcir. O gecə sübh açılana dək əmin amanlıq, bərəkat və rəhmət dolu olan bir gecədir. Surə qurtardıqdan sonra, yəni Qədir surəsi qurtardıqdan sonra müstəhəb edir ki, deyəsiz, Kəzalikəllahu Rabbuna. Bu kəlməni 3 dəfə də deyə bilərsiniz, amma mən düzü hələ bir dəfə deyirəm. Yəni Rəbbimiz Allah bunu belə buyurmuşdur. Qədir surəsinin təfsirini dinləmək istərsəniz, mənim 589-dan ta 594-cü səhifəyə tək irəlidəki söhbətlərimə qulaq asıb təfsirini dinləyə bilərsiniz. Başqa kiçik surələr də oxuya bilərsiniz. Quran-ı Kərimdə 114 surə var. Bunlardan Mühəmməd surəsindən başlayaraq bu surə Quranın 507-ci səhifəsindədir. Bu surədən başlayaraq Quranın sonuna doğru gedən surələrin hər hansı birini oxumaq istərsəniz, əlbəttə əzbər bilirsinizsə, oxuya bilərsiniz. Fəqət vacibi səcdəsi olan surələrdən başqa, vacibi səcdəsi olan surəni, yəni oxumaq olmaz. Məhəmməd surəsindən sonra, yəni axıra gedən hələ 68 surə var. Ən axırıncı surələr Fələq və Nas surələridir ki, 604-cü səhifədədir. Yəni Quranın ən son vərəqidir. Namazın birinci və ikinci rəkətlərində həmd surədən sonra Tohid və ya bu surəyə Qulhuvallah və İxlas surəsi də deyilir. Yəni bu surəni də oxuya bilərsiniz. İlərdə dedim də, hər ikisində Qulhuvallah oxuya bilərsiniz. Amma yaxşı olar ki, birinci rəkətdə Qədir surəsini oxuyasınız, ikinci rəkətdə isə Tohid surəsini oxuyasınız. Yəni bu surəni də oxuya bilərsiniz. Amma ən bəyəniləni belədir ki, birinci rəkətdə həm surədən sonra Qədir surəsini oxuyun, ikinci rəkətdə isə həm surədən sonra Qulhuvallah surəsini oxuyun. İndi vaxtımız daha az qaldı, demək olar ki, çox oldu daha doğrusu. Söhbəti burada dayandırıram. İnşallah sübh namazının ikinci rəkəti haqqında gələn söhbətimdə edərəm Allahın izni ilə. Allah hamımıza ömür versin. İmamlara xatir, Kərbəla şəhidlərinə xatir, Əhl-i Beytə xatir ki, bunları tamamlaya bilək, sona qədər sizə çatdıraq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.